1976-cı ildə istismara verilən su qovuşan su anbarı və magistral kanallar regionda su təminatında mühüm rol oynayır. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetr. Bəndin üstdən uzunluğu 630 metr. Hündürlüyü 28 metr, eni isə 10 metrdir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarında ümumilikdə 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. İşğaldan azad olunduqdan sonra su anbarında təmir bərpa işləri aparılıb ki, nəticədə əkinlərin su varması işi yaxşılaşıb. Su qovuşan su anbarı bütün hidrotexnik qurğularla bərabər yenidən təmir edilmişdir. Bu ərazidə bir ədəd inzibati bina, bir emalatxana da tikilmişdir. Bundan əlavə su qovuşan su anbarından ayrılan Sağ-Salim magistral kanalının 5200 metrlik hissəsi əsasla təmir edilmişdir. Ümumiyyətlə bildirmək istəyirəm ki, Sağ-Salim magistral kanalının uzunluğu 70,2 kilometrdir. Bunun yerdə qalan 65 kilometr hissəsi isə önümüzdəki aylarda, illərdə, yəni partlamamış hərbi sursatlardan və minalardan təmizləndikdən sonra orada da bərpa işlərinə başlanacaqdır. Su qovuşan kimi mühüm su qovşaqlarının bərpası Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə yolunda atdığı addımlara nümunədir. Dövlətin həyata keçirdiyi bu layihələr kənd təsərrüfatında suyun səmərəli istifadəsini təmin edərək ərzaq təhlükəsizliyini möhkəmləndirir. Müasir su idarə etmə metodlarının tətbiqi həm də regionun ekoloji tarazlığının qorunmasına və iqlim dəyişikliyinin mənfi təsirlərinin minimuma endirilməsinə birbaşa töhfədir.